Kırdalan şəhərinin tam mərkəzində yel çəkən 3 otaqdan 4 otağa düzəlmə ideal təmirli mənzil təqdim edirəm sizlərə. Mənzilimiz tam mərkəzdə yerləşir. Heydər Əliyev adına parkın və bazarın qarşısında yerləşən gözəl yaşayış kompleksinin birindədir. Kupçası əldədir, kupçalı. 3 otaqdan 4 otağa düzəlmədir. Evdən sadəcə olaraq elektronikalar çıxacaq. Qalan bütün avadanlıqların hamısı qalacaq evimizin içərisində. Təqdimata başladıq ən birinci qonaq otağından. Baxın, belə bir gözəl qonaq otağımız var. Kifayət qədər ölçüsü, böyük bir həcmi var. Keçək evimizin əsas giriş qapı hissəsinə. Videonun sonuna qədər izləyin. Videonun ortasında tam olaraq qiymətini təqdim edəcəm sizlərə. Qapıdan daxil olarkən qranit qarşılayır bizi, belə bir gözəl qranit. Yer isti döşəmədir. Sağda böyük belə bir qardırov yığılıb. Ged o uşağın dalıyca. Hara getsən də ora. Deməli, baxın. Solda böyük yataq otağımızdır. Ümumiyyətlə, burada kiçik otaq deyilən bir otaq yoxdur. Ümumi sanuzellər ayrıdır. Hər ikisi. Bura böyük yataq otağımızdır. Bunun içərisində özünə məxsus ümumi sanuzelimiz də var. Gəl, bura sən otağındır. Haya. Görürsünüz necə gözəl. Tavan hissələri hamısı fiqurla yığılıb. Şəxsi özünə məxsus bina evidir. Qiymətini gəlin elə burada açıqlayım sizlərə. 143.000 manat. Real alıcı ilə danışıq yeri var. Ümumi sanitar qovşağımızdır. Yer isti döşəmədir. Zəhmət olmasa İranı. Keç göstər. Ayaq yolsudur. Yeri istif oldu. Dəyərli izləyicilər, sizlərə onu da qeyd edim ki, hətta balkonlar da istif oldu. Gəl, opsi otaqda göstər. Opsi otaqda göstər. Keç göstər. Bura 3 otağımızı qanunu. Yuxarı hissəsində otaq böyük olub. Kəsib əlavə bir kiçik uşaq otağı kimi yaradıblar. 4 otaqdır. Tam ideal təmirlidir. Qiyməti 143.000 manatdır. Gedək indi isə mətbəxtimizə. Gəl qaç kuxunya. Ay, balaca. Gəl getdik gəl. Biz getdik sən qaldın. Gəl dənə. Gəl. Növbəti sonuncu mətbəxtimizi təqdim edirəm sizlərə. Bunların ən çox xoşladığı alan mətbəx hissəsi. Görürsünüz, mətbəxtimiz də kifayət qədər ölçüsü çox belə geniş həcmlidir. Dəyərli izləyicilər, diqqətinizə görə sağ olun. Digər kadrlarda görüşənədək.